bu ay nə qədər əstəğfirullah, Rabbi və ətubu ileyhi söz azdır. Bu ayın zikirlərindən biri budur. Əstəğfirullah, əlləzi zəlcəlali vəl ikram min cəmi'iz zunub vəl asam. Keçən il demişdim bunu. Amma daha yenə də boynumda vəzifədir deyirəm sizə. Bu duanı bir ayda 1000 dəfə söz, hədis belədir. Allah deyir bəndə, mən səni bağışlamasam mən Allah deyiləm. 2 dəfə deyir özdə ki, Allah deyir mən səni bağışlamasam mən Allah deyiləm ondan. Bu ayda tövsiyə olunan məsələlərdən biri budur. Buyurur 1000 dəfə Qul Huvallah surəsini demək. Bir ay ərzində 1000 dəfə. Bölün, hesablayın, rahatdır Qul Huvallah surəsini 1000 dəfə deyin. Kim 1000 dəfə desə, qiyamət günü deyir 1000 peyğəmbərin əməlin müqabilində verilən savab o şəxsə veriləcək. 1000 dənə peyğəmbərə Allah nə qədər əcr mükafat veribsə, həmən şəxsə o qədər savab əcr mükafat veriləcək. 1000 mələyə aşlanmaq diliyor.